Hörmətli izləyicilər, sizə bir dənə ev çəkib göstərirəm. Qardaş, həyət zoopark. Buna bax, toz quşuna bax. Belə şey görmüş. Video biraz uzun olacaq, hörmətli izləyicilər. Xahiş edirəm, axıra kimi baxın. Bəyənin işarəsində basın, yəni çünki belə evlər çox nadir halda olur. Buna bax, gerçək bunları. Bütün nə görmürsünüz həyətdə, həyət zooparkdır. Hamısı qalacaq. Bax, hər cür quşlar var burada. Qırqoğul, nə bilim, toz quşu. Yapon ördəyi deyirlər, nə onunla 20 sotun içində əsl şəxsi tikili villa. Hər şey var da, yəni əqqabı çıxar, gir evin içinə. Bəsli quşları çəkdin, gəl. Gəl. Tələsməyin. Bura gördünüz də, burada quş saxlayırlar. Tələsməyin, video biraz uzun olacaq, hörmətli izləyicilər. Burada nədir bizdə? Bilyardını. Çoxdandır bilyard oynamırdım. Biraz uzaq yaparmışam bunu. Videonu bölüşün. Çünki belə evlər çox nadir halda çıxır satışa. Bir də sizə xatırladıram. Bir dənə deyəm, bir dənə də svoy vurum buradan. Ay, nəysə. Gəl. Villamız qabaqdadır. Gəl. Kim alsa Allah xeyir versin. Bir söz harda yox. Deməli, Bilgəh Vişnyovka yolu. Taksimatorlu tərəf. Sənəddə də Bilgəh yazılıbdır. Amma, yəni taksimatorlu məscid tərəf, bax, o istiqamətdədir. Giriş qapısıdır, gördüyünüz kimi. Gəl bura bir dənə. Bura virandadır. Otur dincə. Şəxsi tikili mülk istəyənlər buyursun. Baseyn, evin qarşısında. Meşə, yarı meşə, yarı orada zoopark. Belə ev görmüşdünüz satışda. Gəl. Hayvanlarından tutmuş varıdır. Otaqlar hamısı böyük, geniş. Bilgəh Alballıq yolu. Gəl. Hə, evin içində hər şey qalacaq. Qulağına bir dənə panorama. Bir dənə axırda qayıdarıq ora. Gəl bir dənə otaqlara tanış eləyək. Kim alsa Allah xeyir versin. Buyur, qardaş, keç. Deməli, hörmətli izləyicilər, bura zaldır, qonaq otağıdır. Damaşlı kinoteatrından tutmuş varım. Burada evimizin mətbəx. Hər nə görürsə hamısı qalacaq. Hamısı da bahalı texnika və s. və ilə. Soyuducu, paltar yuyan, qab yuyan, hamısı vardır. Gəl. Mebellər əla vəziyyətdə. Divan. Damaşlı kinoteatr. Bura evimizin kladovkasıdır. Bura sanuzcıldır. Üzürüsən işığı yanmır. Bura bir yataq otağıdır. Otağın sanuzcılı var. Sanuzcıldakı, bax, düz aksesuarları yoxdur. Gör nə boydadır. Ha? Ha, bilirəm, təmiz şüşər. Bəli. Gəl. Deməli, bu otaqla qutardıq, zala baxdıq, mətbəxə baxdıq. Bu yataq otağına baxaq. Buyur. Yataq otağımız. Buradan da çölə qapı var, çıxış var. Bu otağın da özünün hamamla ayaq yolusu. Hamımız da genişdir. Yəni, bir köpük pul qoyulmur bura. Kim alsa bir qəpik pul qoymayacaq. Çünki ev əladır, təmirlidir. Getdik. Dəyişək. Deməli, 2 yataq otağına baxdıq, düzdür. 3 yataq otağımız var, hörmətli izləyicilər. Bəli, çəkinin tabanını öndürüyor. 3 yataq otağımız var. Orada da çöldə də, qarajı da var, pultla idarə olunan qapı və
görəcəsindir. Burada 3-cü yataq otağıdır. Və sanuzelu. Sən bir dənə sanuzelun yekəliyinə bax. Getdik gəl. Torpağın da evində çıxarışı var. İndi çıxaq çölə. Çölə çıxaq. Deməli, evə baxdıq. Bir dənə köməkçi otaqlar və qaraja bir dənə nəzər yetirək. Amma. Burada da otur dincəl. Buyur, gəl. Deməli, hörmətli izləyicilər, həyətimiz hamısı müşahidə kamerasıdır. Bura mətbəxidir. Kamini də var. Kamini də görsək. Orada da plazmeli televizordur. Oradan deməli həyət baza hamısı müşahidə kamerası ilə hamısı görsənir. Gəl. Burada bir mətbəx kimi çamaşırxanadır. Həm mətbəx, həm çamaşırxana. Və gəl. Burada kladovkadır. Və sizə nə göstərəcəm? Unutdum, onu sizə göstərdim. Qarajını. Biz qarajını çəkmədik, göstərmədik. Azıb qalmışam. Azıb qalmışam, üzrü sayın. Buradan. Gəl bura. Bu da qarajıdır. Pultla idarə olunandır, bax, qapı. Qiymətini aşağıdan qeyd edəcəm. Bu fürsəti buraxmayın. Belə gedək, orada da yekunlaşdıraq. Bax belə, gözləyirəm sizi. Kim alsa Allah xeyir versin. Bu günə bu qədər, sağ olun, minnətdarım.